Mənim sizə tövsiyəm, mənim sizə hədiyyəm bu olacaq ki, bugün 2 rükət xanım Fatimə Zəhra adına hədiyyə namazı qılın. Bugün Kövsər surəsini oxuyun. Ən böyük xanım Fatimə Zəhraya olan hədiyyə, xanımın xanımı olan hədiyyəsi məhz xanım Fatimə Zəhranın zikrin təsbihat ərbə, 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə Subhanallah deməkdir. Hər birinizi təbrik edirəm, hər birinizi xanım Fatimə Zəhra salamullah aleyhanın İsmət, İffət məktəbindən dərs almağa dəvət edirəm və Allah bizim xanımlarımızı, ailə bağlarımızı, övladlarımızı qorusun. Allah analarımıza can sağlığı versin, xanımlarımıza can sağlığı versin, bacılarımıza can sağlığı versin. Hər birinizi təbrik edirəm, hər birinizə Allahdan Fatimə Zəhra salamullah aleyhanın o mənəvi ömrü qədər, imanı qədər sizə mənəvi kamillik və mənəvi iman arzulayıram. İnşallah görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullah və barakatuh. Birinə gizlin yaxşılıq elirsən, gizli, heç özü də bilmir, heç kəs də bilmir. Allah da gəlir, deyir ki sənə, bax qulaq asın mənə, deyir mən də sənə kömək eləyim bu işdə, ixlası artırasan, deyirsən ilahi, əlbəttə kömək elə. Necə kömək eləyəcəksən mənə? Sən ona gizli yaxşılıq elə, mən şərait yaradacam, yaxşılıq elədiyin adam sənə xəyanət eləyəcək. Vay, belə də olur, bəli, belə də olur. Görüm dözə biləcəksən.